Yenə də mənzilləri sökülən ailələrlə MTK arasında yaranan problemlə danışacağıq. Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 7 ünvanında yaşayan 4 ailə mənzillərindən çıxmaq istəmir. Problemə səbəb isə həmin 4 ailənin MTK-nın təklif etdiyi mənzili deyil, kvadrata görə 3000 manat tələb etməsidir. Bir otaqlı verir, bir üç otaqlı. 40 kvadratını da 1200 manatdan pul verir. 120 bin manat, 130 bin manat razılaşdırıb. 60 kvadrat mənzilləridir. 60 kvadratın əvəzində 94 kvadrat təmiz, net sahə mənzil verir, 3 otaqlı. 400 min pul istəyir, 2 nəfər ailə 400 min istəyir. Köhnə bina sökülüb, yerində çox mənzilli bina inşa ediləcək. Sakinlərdən bugünə kimi 20-si ilə layihəni icra edəcək şirkət arasında razılıq əldə olunub, köçürülmə təmin edilib. Lakin 4 ailə şirkətin onlara təklif etdiyi şərtlərin mülk sahiblərini qane etməməsini əsas gətirərək mənzillərinin sökülməsini istəmirlər. Niyə kvadrat 1200-dən sayır? Özü 2500, 2700, 2200 sayır. Remontlu da nə bilim 3000. Elə saysın da mənim məsələn artırmamı, evimi 3000-dən saysın da. 5 otağa 400 manat kiraya verir. Deməli, burada əlavə balkonlar var da. 40 kvadrat əlavəmiz var. Onu da 1200 manatdan verir qiymətini. Otağa da bir üç otaqlı verir, necə ki, cəmaata verdiyi kimi. Şikayətçilər deyir ki, şirkət razılaşmayan ailələrin mənzillərini bazar qiymətindən qat-qat aşağı məbləğdə qiymətləndirir. İcra hakimiyyəti, Binəqədi icra hakimiyyəti kimsədən cavab yoxdur. Bundan başqa ölçü zamanı çıxarışlı mənzillərin kvadratı da düzgün qeydiyyata alınmır. Onlar 8 il içində ancaq bax bu binaya tikdilər. Biz ikinci mərtəbədə otururuq. Bax, sağımı solumu söküblər ki, mənə diskomfort olsun, nəmişlik olsun. Biz 130 min manata harda gedib 5 otaqlı mənzil alacaq. Evimizin içi super remontdur. Onlara evimiz lazımdır, bizə lazımdır. Biz burada yaşamaq üçün yaşayırıq. 25 ildə o artırmamız var. 2 otaqlı. Bizdə 30 kvadratdır, o birisi qonşuda məsələn 40-dır, o birisində nə bilim. Ona nə verirlər bəs? 1200 manat. Pulların bu qədər ki, uzatdığını görürəm. Deyirəm ki, ümumiyyətlə mənim necə ki, burada qiyməti neçəyədir? O qiymətdə mənim pulumu verin. Mən gedim, hardan istəyirəm, mən alım da. Eləmirəm, 10 il keçib. 5 il müddətinə 3 bina tikməli idi, düzdür qardaşım? 10 il gəldi. 4 ailənin razılaşmaması səbəbindən sözü gedən binanın söküntüsü gecikmə ilə yanaşı, çıxarılan ailələr də bir neçə ildir ki, kirayə mənzildə qalmağa məcburdur. Bəli, kirayədə də onların biz kira haqqını veririk 2022-ci il noyabr ayından. Onların haqqları pozulur, köçürülən sakinlərin, şirkətin haqqı pozulur. Real House MTK-dan o da bildirildi ki, söküntüsü nəzərdə tutulan binada bütün mənzillərə görə sakinlərə kompensasiya deyil, gələcəkdə tikiləcək binada əlavə 40 kvadrat və kirayə pulu olaraq 400 manat təklif olunub. Razılaşmayanlar isə şirkətdən yüksək məbləğ tələb edənlərdir. 400 min pul istəyir, 2 nəfər ailə 400 min istəyir, 1 nəfər ailə 3 otaq 1 ver, 2 otaq 1 ver falan belə bir rəqəmlər səsləndirirlər. Məhkəmədə ekspertiz olundu, evləri qiymətləndirildi. Evlərinə qiymət çıxarır. Dövlət nə qərar verəcək? Biz ondan razılaşacağıq. Məhkəmənin qərarı oldu bir nəfər üçün. Deməli, Ali məhkəmədə qərar verildi, icraata verildi. Qanun çərçivəsində icraçılar gəldilər, mənzili boşaltdılar. Tikinti şirkətindən o da bildirildi ki, məhkəmənin verəcəyi son qərara uyğun pilot layihənin icrası həyata keçiriləcək. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Günəş Ahmalı qızı, Space xəbər.